2026 transfer mövsümünün ikinci buraxılışı. Klublarımız oyuncularını qorumaq və heyətini gücləndirmək istəyir. Siz abunə olub zınqırovu açın, mənsə xəbərlərə başlayım. Qarabağın Çempionlar Liqası maçlarından sonra play-off üçün artıq heyət dəyişikliyi etmə şansı var. Bu da deməkdir ki, getmək istəyənlər komandadan yollanacaq, yerlərinə isə yeni qanlar gətirilib sifariş ərizəsinə yazılacaq. Qarabağın 29 yaşlı müdafiəçisi Bəhlul Mustafazadə Çin Süper Liqası təmsilçisi Shenzhen Peng City ilə anlaşmaq üzrədir. Milli müdafiəçimizin dəyəri 1 milyon avrodur. Klubla gələn qışa qədər müqaviləsi mövcuddur. Oyunçunun getmək istəməsi transferi reallaşdıra bilər. Bu transferdən təmsilçimiz bir miqdar gəlir qazanacaq. Aleksey Kaşuk əsas heyətə düşməkdə çətinlik çəkən 25 yaşlı Ukraynalı vingerə Polşa, İsrail və Macarıstan klublarından təklifləri var. Çempionlar Liqası vitrinini qoyub getməmək üçünsə oyunçu mövsüm sonuna qədər gözləməyə meyllidir. Gələnlər qisminə azərkeşləri çaşdıran bir xəbərlə başlayaq. 31 yaşlı ulduz oyunçu Raheem Sterlingin Qarabağ keçidi barədə xəbərlər yayıldı. Əlbəttə ki, azərkeşlər belə bir oyunçunun adını eşidəndə həyəcanlandılar. Lakin klubsuz oyunçu ilə Avropadan bir neçə klub maraqlanır. Çempionlar Liqası üstünlüyü əlimizi gücləndirə bilər. Lakin nə Qarabağın marağı, nə də bu üstünlüyün yetərli olacağı bilinmir. Hücumçu transferində Andre Klov isə Qarabağın marağı şübhəsizdir. 28 yaşlı forvard Braziliyalıdır. Oyun stili ex-Qarabağlı Juninho'ya bənzəyir. Klubu isə onun üçün 3 milyon avro tələb edir. Qarabağ təklifini bu məbləğə yüksəltsə, why not? Yəni niyə də olmasın? Klub artıq gənc oyunçu siyasətini davam etdirir və Qurban Qurbanov da bunu açıqlamışdı. Elvin Cəfərquliyevin potensial ayrılığı üçün Ayak Larnaka forması geyinən 23 yaşlı fransız Jeremy Gnali ehtimallar arasındadır. 450 min avro dəyərə sahib cinah müdafiəçisinin müqaviləsinin bitməsinə cəmi 4 ay qalıb. Qarabağ arzu etsə, bu transferi cüzi miqdarlarda bitirmək olar. Bəhlulun ayrılığı reallaşsa, Qarabağ onun yerinə 22 yaşlı Serbiya liqasında forma geyinən Collins Sijenzi'yi almağı planlaşdırır. 1.89 boya sahib Kenyalı müdafiəçinin 450 min avro dəyəri var. Qarabağın 23 yaş altı oyunçu siyasəti cüzi miqdarlara gələcəyin ulduzlarını ölkəmizdə formalaşdıra bilər. Çempionlar Liqasında hər kəsi heyran edən Camilo Duran'ın çıxışı Kolombiya millisinin baş məşqçisinin də diqqətini çəkib. Yaxınlaşan Fransa və Xorvatiya oyunlarına hücumçumuzu çağırmağı planlaşdırır. Lider Sabahın müdafiəçisi Igor Nogueira Birləşik Ərəb Əmirliklərinin Əl Nəsr klubunun maraq dairəsində olsa da, Bakı klubu onu buraxmaq istəmir və yeni müqavilə təklif edib. Neftçi tərəfində Yuri Vernidov transfer üçün ölkəsi Ukrayna bazarına üstünlük verir. Oyunçu almağa isti yanaşmasa da, hədəfindəki oyunçular Prosper Oba Şaxtyordan, Volodymyr Brajiko Dinamo Kiyevdən və Filip Budkivski Zorya Luganskdan. 18 yaşlı Qvineyalı vinger Mamadou Diawara ilə klubdakı baxışdan sonra uzun müddətli müqavilə imzalanıb. Vinger iyul ayına qədər əvəzedici heyətdə təcrübə qazanacaq. Turan Tovuz son olaraq Burnley, Preston və Swansea kimi klubların formasını geyinmiş. 28 yaşlı İngilis forward Josh Ginelli ilə 1 il yarımlıq müqavilə imzalayıb. Klubun müdafiəçisi Emmanuel Hakman yaxınlaşan Qarabağla oyunda iddialı olduqlarını və hədəflərinin Çempionlar Liqası olduğunu deyərək bizləri təəccübləndirir. Mövsüm sonu üçün isə İmişlinin 22 yaşlı Braziliyalısı bu mövsüm 15 liqa maçında 2 gol 5 asist edən Juninho ilə heyətini gücləndirmək istəyir. Sumqayıt Azərbaycan millisinin hücumçusu Renat Dadaşov üçün aylıq 15 min dollar maaşla 1.5 illik müqavilə təklif edib. Transfer Renatın Polşa klubundan ayrılmasından asılıdır. Qəbələ 1-ci liqaya düşmək təhlükəsindən qaçmaq üçün Seydinak və İsmail Akinadeni transfer edib. Rıza Cəfərovu isə icarəyə götürüb. İndi isə Zambiya millisinin üzvü Emmanuel Banda ilə danışıqlar aparır. Bonus xəbər olaraq AFFA'nın nəzarətində olan 19 yaşlı forward Yusif Mehdiyev Gürcüstanın Meşaxta klubuna 1 illik icarəyə verilib. Onun gələcəkdə Azərbaycan millisində oynaması üçün sənədləşmə işləri nəzərdən keçirilir. Deməli belə, klublarımızın başı transferə qarışıb. Azərkeşlərimiz isə hər şeyi öncədən öyrənmək və güvəniləcək bir mənbə axtarır. Bunun üçün bizi Instagram və YouTube hesabımızdan diqqətlə izləyə bilərsiniz. Sağ olun, futbolla qalın.